Boşuna deyilməyib ki, təhlükəsiz sinif uğurlu təhsilin başlanğıcıdır. Hər vaxtınız xeyir olsun müəllimlər. Bu gün biz sizlə şagirdlərin özünü sinifdə təhlükəsiz hiss etməsi baxımından atılmalı olan addımlar haqqında məlumatlanacağıq. Təhlükəsiz hiss etmə dedikdə, burada şagirdlərin fiziki təhlükəsizliyindən söhbət getmir. PISA araşdırmalarına görə özünü məktəbdə təhlükəsiz hiss etmə baxımından təəssüflər olsun ki, ölkə olaraq biz sonuncu yerdə dururuq. Halbuki fikirləşə bilərik bizdə müharibə şəraiti deyil, biz çox rahat şəkildə yaşayırıq və s. kimi göstəricilər var. Amma məktəblərdə vəziyyət niyə belədir? Gəlin sənək buna baxaq. Burada təhlükəsizlik dedikdə fiziki təhlükəsizlikdən söhbət getmir. Təhlükəsiz dedikdə şagirdlərin istədikləri vaxt fikirlərini bildirə bilmə, özlərini aid hesab etmə, psixologiyalarına təsir eləyəcək addımların atılmamasıdır. Yəni, ümumiyyətlə, mühit sağlam, sinifdəki o mühitin sağlam olması öyrənmədən öncə gəlir. Bunlara diqqət yetirməliyik. Metodik çərçivədən indiyə kimi bir neçə mövzu çıxarılıb, amma mən yeganə mövzudur ki, Edgar-Deyl piramidası. O mövzunun çıxmasını heç istəmirdim. Bunun haqqında məncə hər müəllim məlumatlı olmalıdır deyə düşünürəm. Edgar-Deyl piramidasına görə öyrənmə heç kəsdə 100% baş vermir. Ən yüksək səviyyə 90% baş verir. Bu da başqasını öyrədərkən. 10% oxuyanda, 20% videosuna baxanda və s. şəkildə həmin piramidada göstərilmişdir. Həmin piramidaya əsasən fərz eləyək ki, bir uşağın öyrənmə potensialı 40%-dir və müəllim şagirdlərə tapşırıq verir. Şagirdlərə tapşırır ki, diqqətli olun, bax, səhv işləyən testləri məndən inciməsin. Burada şagirdlərin beyni survive moduna keçir, yəni sağ qalma mexanizminə keçir. Nədir sağ qalma mexanizmi? Beyin 40% məhsul ortaya qoyacaqsa, beynin tən yarı, yəni 20%-i özünü qoruma ilə məşğuldur. Yəni, uşaq özünü təhlükəsiz hiss etmədiyi baxımdan beyinə lazım olan oksigen getmir və şagird ortaya qoyacağı o 40% potensialını ortaya gətirib çıxara bilmir və belə olanda şagird özünü təhlükəsiz hiss etmir. Şagirdlərin sinifdə özlərini təhlükəsiz hiss etməsi baxımından müəllimlərin etməli olduğu, göz ardına qoymamalı olduğu bir neçə məsələlər var. Bu məsələlərin hər birinə ayrı-ayrılıqda baxacaq. Sadəcə biz burada şagirdlərin müəllimdən qorxusu dedikdə nəyə nəzərdə tuturuq, onu açıqlamaq istəyirəm. Bəzən təəssüflər olsun ki, müəllimlər şagirdlərin istər nizam-intizamlı davranışını, istərsə də akademik nəticələrin yüksəlməsi üçün hədə-qorxu yoluna baş vururlar. Burada hədə-qorxu dedikdə valideynə xəbər olunması, şagirdlər içində danlanması, direktorun yanına aparılması kimi nüanslar nəzərdə tutulur. Yəni, biz şagirdlərin əgər sinifdə özlərini təhlükəsiz hiss etməsinə çalışırıqsa, onlara hədə-qorxu ilə gəlməməli. Şagird bilməlidir ki, hər təqdirdə, səhv etdiyi təqdirdə də müəllim onu şagirdi olaraq sevir, müəllim onu dəstəkləyir. Şagird bilməlidir ki, onun səhv eləyə bilmə, sınaqdan keçirə bilmə, eksperiment apara bilmək kimi yolları var. Bunları eləyə bilər. Auditoriya onu lağa qoymayacaq, auditoriya onun atdığı addımlara gülməyəcək, qınanmayacaq və s. Yeni şeylər tədqiq eləyə, yeni şeylər öyrənə bilər. Bu zaman şagird həmin sinifə özünü aid hiss edir. Şagirdlərin özlərini sinifə dediyimiz kimi aid hiss etməsi, hamı üçün sinifdə səmərəli öyrənmə mühitinin yaranması üçün biz şagirdlərə verdiyimiz təlimatları da aydın şəkildə verməliyik. Məsələn, biz şagirdlərə təlimat veririk ki, məktəbdə təhlükəsizlik qaydalarına riayət edin. Burada təhlükəsizlik qaydaları dedikdə şagird yəqin pəncərəni sındırmayaq, yanğın balonlarına toxunmayaq kimi nüanslar düşündüyü yerdə. Olmazmı ki, biz şagirdlərə deyək ki, pilləkəndən düşərkən qaçmaq əvəzinə yeriyək. Yəni, biz verdiyimiz təlimatları şagirdlərə aydın şəkildə verdikdə, şagirdlər bizim onlardan nə gözlədiyimizi bildikdə daha yaxşı, daha düzgün, qarşılıqlı ünsiyyət baş verər, daha yaxşı bir-birimizi anlayarıq. Bütün şagirdlərin dinlənilməsi üçün imkan yaratmalıyıq müəllimlər. Fərz eləyin ki, hər hansısa bir sosial qrupdasınız, dostlarınızla oturursunuz. Nə görüş yerini siz təşkil edirsiniz, nə vaxtı siz təyin edirsiniz və yaxud da sizə görə təyin olunur və yaxud da siz orada yığılırsınız, söhbət edirsiniz hamınız bir yerdə, amma sizi sanki söhbətin içinə almırlar.
Həmin qrup növbəti səfər görüş təşkil edəndə getmək istəyərsinizmi? İstər dostlarınızın qrupu olsun, istər iş yoldaşları, istər qohumlar arasında. Getmək istəyərsinizmi? Xeyr. Səbəbi çox açıqdır. Çünki siz özünüzü həmin sosial qrupa aid hiss eləmədiniz. Əslində bir insan özünü o sosial qrupa aid hiss eləsə, özü o sosial qrup axtarar. Amma fərz eləyək ki, başqa bir dost qrupundan görüşürsünüz. Burada isə sizin fikirlər önəm verilir, sizin necə deyərlər il arasında yoxluğunuz bilinirsə. Siz həmin sosial qrupda daha aktiv şəkildə olarsınız. Buna görə də müəllimlər sinifdə şagirdləri dinləməyə xüsusi səy göstərməməliyik. Sadəcə, yəni ümumiyyətlə metodikanın məğzinə nə dayanır? Subyekt obyekt deyil, subyekt subyekt. Şagirdə şəxsiyyət kimi yanaşmalıyıq və şagirdi dinləməliyik. Şagirdi dinlədiyimiz zaman, yəni şagird bilməlidir ki, nədir şagirdi narahat eləyən və yaxud narahat eləyən bir şey varmı, bir fikir varmı? Bunu bildirsin. Yəni şagirdlərin dinlənməsi üçün mütləq şəkildə şərait yaradın. Hər bir şagirdin xüsusi ehtiyaclarından xəbərdar olmalıyıq. İnklüzivliyin mövcud olduğu bir dövrdə yaşayırıq və inklüziv təhsil haqqında demək olar ki, hər birimiz məlumatlıyıq. Xüsusi ehtiyacı olan şagirdlər ki var, xüsusi təhsil ehtiyacları və əlilliyi olduğunu bilirik. Buna uyğun davranırıq. Amma bunu bilmək, şagirdlərin xüsusi ehtiyaclarından xəbərdar olmaq demək deyil hələ. Şagirdlərin xüsusi ehtiyaclarından maraq üçün yox, şagirdləri tanımaq üçün biz onların ailələrini belə tanımalıyıq, araşdırmalıyıq. Yəni, fasilitator müəllimin rolundan biri tədqiqatçı olmalıdır, müəllim araşdırmalıdır. Çünki müəllimlər, fərz edin ki, sinifinizdə 20 şagird var. 20 şagird 40 fərqli insanın tərbiyəsi deməkdir. Hər şagird öz ailəsinin güzgüsüdür deyə. Hələ nənə-baba təsiri varsa, bu daha çox insanın tərbiyəsinin bir auditoriyaya yığıldığı deməkdir. Yəni, kiməsə görə doğru olan, kiməsə görə səhv ola bilər. Bu belə düşünə bilər. Bu fərqli psixologiyada böyüyə bilər. Uşaqlar dərsdən əlavə olaraq xarici kurslara gedir, pianoya gedir, ora gedir, bura gedir. Uşaq var, ildə bir dəfə yeni ildə gəzməyə gedir və s. və s. Ailələr fərqlidir. Böyümə tərzləri fərqlidir. Və biz müəllim olaraq bunlardan xəbərdar olub araşdırmalıyıq ki, biz o şagirdlərə yanaşma tərzimizə riayət eləyə bilək, yanaşma tərzimizi bilək. Daha sonra müəllimlər sinifdə bütün şagirdlərə fayda verəcək şəkildə onlara dəstək olmalıyıq. Məsələn, gözü zəif görürsə bir şagirdin, onu arxa partada deyil, ön partada əyləşdirməliyik. Disleksik problemi olan şagirdlər var ki, nə deməkdir? Ağ fonda qara yazıları onlar oxumaqda çətinlik çəkir. O uşaqlar üçün müəllim qara fonda ağ yazıları yazması, hazırlaması, slaydları bu şəkildə hazırlaması bu şagirdlərə fayda verəcək şəkildə onlara dəstək olmasının göstəricisi olar. Yəni gördüyünüz kimi burada çox da böyük bir şeylər, yəni bir alqoritm qurmursunuz, bir çətinlik çəkmirsiniz, bir əlavə iş görmürsünüz. Sadəcə belə deyək ki, şagirdlərimizi düzgün şəkildə kəşf eləyə bilirik. Daha sonra şagirdlərə seçmə imkanı verir. Bu biraz dərin məsələdir. William Gleiser'in seçim nəzəriyyəsində biz buna toxunuruq toxunmağına. Amma seçim şansı vermək. Biraz bizim cəmiyyətdə bu deyə bilərəm ki, yox dərəcəsindədir. Bütün sahələrdə seçim imkanı verilmir. Məsələn, hər kəsin 9-6 rejimi işləməsi də seçim imkanı yoxdur. Məsələn, tutaq ki, 9-6 rejimində bir insan 9 saat, 10 saat işləyirsə, tutaq ki, olmazmı bu insan işini saat 1-dən 10-a kimi görsün? Məsələn, şərti olaraq deyirəm, yox. Bizim şirkət belə işləyir, seçim şansı yoxdur. Yəni, belə işləyəcəyinə, hər gün 9-6 rejimdə işləyəcəyinə, saat 1-dən 10-a kimi işləsə, kiməsə uyğun deyil, 2-dən 12 işləsin, kiməsə səhər tezdən tutaq ki, 6-dan saat 2-yə kimi işləmək istəyir və s. və s. Əsas olan nədir? Hədəfə çatmaq deyilmi? İnsanlara amma seçmək şansı versəmiz, daha tez nailiyyətlər, uğurlar əldə edərik. Bu da təbii ki, hər sahə üçün keçərli deyil. Bəzi sahələr var ki, təbii ki, bu müəllimlər üçün keçərli deyil, təbii ki, bu bəzi müəssisələrdə keçərli deyil, onların bəli müəyyən iş qrafiki olmalıdır. Amma bəzi sahələr var ki, orada keçərli deyil, amma onlar da 9-6 rejimindədir. O insanlara seçim şansı verilmir. Bu çox yanlış yanaşmadır. Yəni bunun dərinliyinə məğzinə varsalar, özlərinin öz bizneslərinə vurduqları ziyanı görərlər. Yəni əsas olan nədir? Biz qarşımızdakı insanlara seçim şansı verək. Təsəvvür eləyin, hər gün eyni yemək pişir və hər gün bu yeməkdən evdə hər kəs yeməlidir. Birinin onu xoşlamasının fərqi yoxdur. Bu düzgün bir yanaşmadırmı? Yəni bu gün evdə pişən yeməyi evdəki bütün ailə üzvləri sevirmi?
müzakirə olunacaq bir mövzudur. Buna görə biz şagirdlərə seçim imkanı verməliyik. Məsələn, biz şagirdlərə tapşırıq vermişik ki, fizikadan dərs keçmişik, sürət, zaman, məsafə. 105-ci səhifədəki 6-cı məsələni işlədi şagird bu məsələ ilə bağlı. Test bankından 3 dənə test işlədi. Özü məsələ tərtib edib məsələni 2 yolla həll elədi. Və yaxud da evə servizdən gedəndə servizin neçə dəqiqəyə getdiyini hesab baxdı, saatda neçə dəqiqəyə çatır və hansı sürətlə getdiyinə baxdı. Sürətə baxdı, zamana baxdı, məsafəni buna əsasən ölçdü şagird. Bunun nəsə fərqi varmı? Əsas olan nədir? O təlim nəticəsinə şagird gedib çata bilib, sürət, zaman, məsafəni hesablaya bilibdir. Deməli, biz şagirdə seçim şansı versəmiz, o özünə uyğun, öz marağına, burada diferensial təlimin nəticə kompetensiyası öz əksini göstərir ki, icazə verək, özləri hansı şəkildə istəyirsə, o şəkildə yanaşsınlar, seçim imkanı vermək. Arada gelib mən videonun dəqiqəsinə də baxıram müəllimlər. Mikrofona da baxıram, buna görə zürü hesab eləyin. Yəni səsim təmiz gəlməsi üçün də bir də zaretkası bitər, birdən sadəcə görüntü olar, səs olmaz. Buna görə baxıram arada. Daha sonra müəllimlər, bir şagirdin inkişafını digərləri ilə müqayisə edilməsinə yol verilməməsi şəxsi inkişaf əsasdır. Vay, 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 müqayisə. Bu da bizim cəmiyyətdə biraz çox müzakirəyə səbəb ola biləcək bir mövzudur. Niyə? Bir insanı başqasına müqayisə edə bilmək, xalqın uşağı dediyimiz həmin o kəslər. Bizim psixologiyamıza zərbə vuranlar. Kimlərdir bunlar? Bunlar elə bizim özümüzük müəllimlər. Biz şagirdlərimizi, biz yetişdirdiyimiz nəsli başqasına müqayisə eləməməliyik. Nəinki yetişdirdiyimiz nəsli? İnsan psixologiyasına birinin digərinə müqayisə olunması sarsıdıcı bir zərbə vurur. Bu düzgün bir yol deyil. Düzgün müqayisə insanın özünün özünə müqayisə olunmasıdır. Adətən belə adlandırırlar ki, rəqabətdə daha yaxşı öyrənib inkişaf eləyirlər və sağlam rəqabət. Orada dayanaq. Psixologiyada sağlam rəqabət deyə bir anlayış yoxdur. Rəqabətin sağlamı olmur. Bir insan digərinə müqayisə olunması davamlı inkişafa aparmır. İnkişaf eləyəcəksə də bir yeri qədər. Davamlı inkişafa aparmayacaq. Ən düzgün müqayisə şagirdin özünün, şagird ola bilər, həyatınızdakı hər hansı bir şəxs ola bilər. O insanın özünün özünə müqayisəsidir. Bugünkü sən, keçən il bu vaxt, 5 ay bundan əvvəl bu vaxtı sənsə, səndə inkişaf yoxdur. Yox, səndə bir dəyişkənlik görürsənsə, hansısa sahədə əvvəlcə kola cipsini çox istifadə edirdin, artıq banana almaya keçmirsən, hər dəfə dediyim misallardan biri. Sənin deməli qida rejimində, sağlam yaşayış tərzində bir inkişaf var. Düzdürmü? Yəni, müqayisə düzgün o şəkildə olar ki, özü özünə müqayisə olunsun. Yəni, fiziki tərbiyə dərsində 3 uşaq qaçır, Əli, Vəli, Pirvəli. Əli ilə Vəli yaxşı qaçır, Pirvəli axıra qalır. Pirvəli axıra qalıb pis olur. Ay Pirvəli, niyə pis olursan? Müəllim, onlar 3 dəqiqə gəldi sizin yanınıza, fırlanıb gəlib çatdılar. Mən 4 dəqiqəyə çatdım. Ay Pirvəli, axı sən keçən həftə 5 dəqiqəyə çatırdın. Bax, səndə nə qədər inkişaf var, artıq 4 dəqiqəyə çatırsan. Uşaq özündəki inkişafı görəcək. Yəni, Franz Kafkanın bir sözü var, müəllimlər, bu müqayisə ilə bağlı. Deyir ki, hər kəsin öz yerində uğurlu olması özünü kəşf etməsidir. Yəni, xalqın uşağı dediyimiz o anlayış ki var, bu tendensiya ki var. Yəni, burada uşaq artıq, mənim rəqibim mən özüməm. Rəqib kimi baxırsa ki, bu da çox da düzgün bir şey deyil. Sadəcə sən özünün inkişaf səviyyəni özünlə nizamlaya bilərsən. Daha sonra şagirdlərə düşünmə və gözləmə vaxtının verilməsi. Bir neçə mövzuda buna toxunuruq. Müəllim şagirdlərə sual verir, Turala sual verir. Tural cavab verə bilməyən kimi müəllim Namiqə keçir. Çünki Namiq daha hazır cavab uşaqdır. Bu düzgün bir yanaşma deyil. Sualın çətinlik səviyyəsindən asılı olaraq şagirdin öyrənmə tərzindən, öyrənmə potensialından, şagirdin zəka növündən asılı olaraq biz şagirdlərə düşünmə və gözləmə üçün vaxt verməliyik müəllimlər. Sonra sinifdə edilən səhvlərə düzgün münasibətin qurulması. Müəllimlər, səhv etmək qəbahət deyil. Səhv etmək öyrənmək üçün bir potensialdır. Lampanı kəşf edən Thomas Edisonun dediyi bir söz ki var, şərti olaraq deyirəm. Lampanı 101-ci səfər kəşf eləyibsə, Thomas Edison nə deyir? Deyir ki, mən uğursuz olmadım. Bu yolu getmək üçün 100 yolun alınmayacağını bildim. Yəni,
Səhvi eləyə bilərik. Heç kəs deyə bilməz ki, mən həyatımda səhvsizəm. Heç kəs deyə bilməz ki, mən həyatımda səhv eləməmişəm. Uğurlu o insandır ki, o səhvlərindən nələrsə öyrənərək davam eləyibdir. Bir işdə risk etmə mədəniyyəti formalaşdırmalıyıq şagirdlərdə. Risk olan yerdə də səhv ola bilər müəllimlər. Buna görə şagirdlərə bildirmək lazımdır ki, səhv eləyə bilərsən, şagirdlərin səhv eləməsi üçün şərait yaradaq. Mən həmişə müdavimlərimə deyirəm ki, imtahana kimi səhvlərinizin sayını Allah çoxaltsın. Qayıdıb o səhvlərə yenidən baxın, əsas odur. Çünki insan beyni elədir. Sən həyatdansa problemi yaşamısan, bir müddət sonra 5 nəfər birdən o problemi yaşayırsan. O 5 nəfərdən birinci sən o problemin içindən çıxacaqsan. Çünki o problemlə rastlaşanda beyin nə deyir? Dayan, sən bu problemi tanıyırsan. İmtahanda da belədir. Siz indi əgər səhv işlədiyiniz testlərə təkrar baxsanız, nə baş verəcək? İmtahanda bu testə oxşar test görən kimi sən hər kəsdən tez və özünə daha güvənli şəkildə o testi düzgün şəkildə işarələyib keçəcəksən. Çünki beyin o problemi tanıyırdı. Çünki sən onu səhv işlədin və səhvin üzərində işlədin. Əsas olan nədir? Səhvlərə öyrənmə fürsəti kimi baxa bilməkdir. Şagird əgər səhvlərinə öyrənmə fürsəti kimi baxarsa, təbii ki, o zaman inkişaf eləyəcək. Yəni səhv elədiyinə öyrənmə imkanı kimi baxmalıdır. Səhv varsa, orada bir əslində inkişaf da var. Əgər sən bu səhv yolu bilirsənsə, yenidən başlamağın üçün daha düzgün yolu daha möhkəm qura bilərsən. Albert Einstein də bir sözü var, heç vaxt səhv etməyən insan heç bir şey etməyən insandır. Belə müəllimlər, biz şagirdlərə quracağımız münasibətlərdə, biz şagirdlərə verəcəyimiz reaksiyalarda, rəylərdə, onlara yaradacağımız şəraitdə əslində necə bir şəxsiyyətlərin formalaşdırılmasının təməlini də özümüz qoyduğunun fərqində olaraq addım ataq. Diqqətiniz üçün minnətdarım.